Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, mən Vüsal Kəlbəcəri. Bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Göyçay rayonunda. Göyçay rayonunda biz illər əvvəl dəfələrlə gözəl çəkişlər eləmişik. Allah keçmiş təcrübəsi müdiri Elnur müəllimə, Asım müəllimə də rəhmət eləsin. Alpod kəndində də biz dəfələrlə olmuşuq. Və mən Adil müəllim kimi 7 nömrəli direktoru, İlqar müəllim kimi müəllimlərdən müsahibə getmişəm, Şəkər müəllim kimi müəllimlərdən və Alpod kəndində də olmuşuq illər əvvəl. Və bu günlərin biz təqaüddə olan müəllim haqqında, Qocaman müəllim haqqında gəlmiş çəkiliş eləməyə. Həyatının 40 ildən çoxunu təhsilə fəda vermiş müəllimi. Düzdür, mən tənqidçi jurnalistəm, amma bu kəndə həmişə biz gözəl fikirlə gəlmişik. Mənim adınız, soyadınız? Adım Vahiddir, soyadım Abbasov, atamın adı. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız və hansı fənn tədrisçisiniz? Mən 27 il təhsil sahəsində çalışmışam, riyaziyyat müəllimiyəm. Çox gözəl. Və işlədiyiniz müddətdə biz bilirik, sizin yüzlərlə yetirmələriniz var, şagirdlər, tələbələr. Təxminən hansı sahələrdə çalışırlar və sizin peşənizi davam etdirən varmı? Əlbəttə, peşəmi davam etdirən var, riyaziyyat müəllimi olanlar var. Sonra iqtisadçılar var, həkimlər var. Çox gözəl. Müxtəlif sahələrdə çalışırlar. Çox gözəl. İndi hal-hazırda neçə yaşınız var müəllim? Hazırda 66 yaşım var. Ay maşallah. Sizin belə cavan qalmanızın səbəbi yəqin ki, həm övladlarınız, həm şagirdləriniz, həm də həyat yoldaşınız. Adı nədir həyat yoldaşınızın? Ergana xanımdır. Ergana xanıma da öz adımızdan dərin təşəkkür bildiririk. Və biz bugün həm 2025-ci il 12 noyabr tarixidir. Bizim arzumuz odur ki, inşallah sizin 70, 75, 80, 90 yaşında gələk gözəl çəkiliş eləyək. Bizim bu çəkilişimiz vasitəsilə nəvələrinizə, nəticələrinizə ürək sözlər nə deyə bilərsiniz? Mən ürək sözlərim odur ki, əvvəla hər kəsə can sağlığı arzulayıram. Özümüzdən sizə təşəkkür edirəm. Gəlib belə işıqlandırırsınız, müəllimləri, müəyyən sahə insanların. Əlbəttə, yəqin ki, müəllimləri daha çox siz işıqlandırırsınız, onları tanıdırsınız. Çox sağ olun. Bəli, bəlkə də müqəddəs sözü demək olarsa, bu iş müqəddəs işdir. Mənim birinci arzum can sağlığı, gözəl əxlaq, şərəf, ləyaqətli yaşamaq, doğru dürüst yaşamaqdır insanlara. Çox gözəl. Biz də sizə kimi insanlarla fəxr edirik, qürur duyuruq. Allah təala sizə uzun ömür versin. Bəli, hörmətli izləyicilərimiz, biz gözəl bir müəllimin, gözəl bir ailənin qonağı olduq. Mən Vüsal Kəlbəcəridə fəxr edirəm ki, belə bir ziyalılar var, belə bir müəllimlər var. Bizim də arzumuzu dedik, bir Azərbaycanlı kimi biz indən belə sizə tərəqqi medalı arzulaya bilmərik, əməkdar müəllim adı arzulaya bilmərik. Ən gözəl arzu canınızın sağlığıdır və həyat yoldaşınızla bərabər, nəvələrinizlə, nəticələrinizlə bərabər gözəl günlərdir. Təşəkkürlər, minnətdarım müəllim. Allah təala sizə uzun ömür versin, can sağlığı versin. Sağ olun.